Herkese salam dostlar, kanalıma hoş geldiniz. Biz bu günlərin leykemiya ilə mübarizə ictimai birliyindəyik. Deməli, mən indi sizə buraları göstərəcəm. Burada yəni nələr var, nələr satırlar. Uşaqlara əslində burada dəstək olmaq üçündür. Bilirsiniz ki, mən də dəstək oluram. Və mən hazırladığım, canlı yayımda da göstərmişdim, epoksi hazırlayırdım. Bu epoksiləri mən verdim satışa, burada dəstək üçün. İndi sizə göstərim. Dəstək olmaq istəyirsinizsə bura gələ bilərsiniz. Bu əslində 9 və 10 may tarixində idi. İndi mən hal-hazırda gəlmişəm. Əgər siz də istəyirsinizsə gələ bilərsiniz. Yəni bu təkcə bu günlər olmayacaq, ara sıra günlər də olacaq. İstəsəz mən sizə deyərəm. YouTube-da atacağam mən sizə tarixlərini, olan vaxtları və siz gələrsiniz, görərsiniz, dəstək olarsınız. Bunu deyim ki, bu heç vaxt ayıb deyil də, yəni bir uşağa dəstək olmaq. Əksinə onlar üçün yaxşı bir şeydir. Hətta belə plakat da var. Və burada olan qızlar o qədər səmimilər ki, həqiqətən də belə adam, belə deyim, asosial olan bir insan belə bura gəlib sosial ola bilər. Çox belə maraqlı danışırlar, çox belə sosialdılar. Mənim xoşuma gəldi. Şəxsən burada qəşəng peluşlar da var. Yəni gəlib ala bilərsiniz. Çox gözəldir. Aksesuarlar da var. Sonra əgər siz dəstək olmaq istəyirsinizsə, yəni təkcə buradan bir şey almaq deyil də, deyirsiniz ki, mən də burada nəsə satmaq istəyirəm. Onda məsələn oxuyub qurtardığınız kitabları da bura verə bilərsiniz. Burada yenə sata bilərsiniz yenə. Və yaxud da ki, özünüz sep düzəldirsinizsə, qolbaq düzəldirsinizsə, burada gəlib sata bilərsiniz. Belə şamdan, yəni şamlar da var belə. Belə. Şam, belə sep. Sonra yenə kitablar. Belə. Oyunu da var, indi o tərəfə də gedəcəm. Və bu da Qorqud parkında yerləşir, bəli. Yəni, məncə hamı bilir də, yəni bu parkı. Belə oyunları var qabaqda. Çox maraqlıdır həqiqətən də. Hətta burada belə sürə biləcəyiniz gəmi kimi karusellər də var da. Karuselini mən deyirəm. Belə görürsünüz, maraqlı oyunlar. Çox gözəl aksesuarlar. Çox gözəldir həqiqətən də. İstədiyiniz zaman yəni gələ bilərsiniz. Düzdür, mən indi deyəcəm sizə nə vaxtlar olacaq burada. Mən onu paylaşacağam. Hətta Instagram səhifəmi geri qaytaranda orada da paylaşacağam. Ona görə kanala abunə olmağı unutmayın ki, belə şeylərdən xəbərdar olasınız. Bizim topluluğumuza da qatılmayı unutmayın. Orada da mən paylaşacağım hər şeyi bir-bir. Belə. Belədir. Yəni, zaten bu parkı tanımayan yoxdur məncə. Çox gözəldir. Mən də bura sizinlə bərabər düzəltdiyim aksesuarı da verdim. Qolbaq da düzəltmişdim. Hətta onu canlı yayımda göstərmişdim. Canlı yayıma gələnlər bilər. Orada göstərdim, qəşəng idi. Verdim bura satışda da hal-hazırda məsələn. İndi mən düzdür, kitabım yadından çıxıb oxuyub qurtardığım 2 dənə kitab var. Onları da verəcəm bir gün. Yəni çox maraqlı yerdir, çox gözəl yerdir hətta. Hətta burada belə bir güzgü də var. Gəlib orada şəkil də çəkdirə bilərsiniz. Tam belə vloqluq yerdir də. Tam belə gəzib əylənə biləcəyiniz, sosiallaşmaq istəyəcəyiniz, kiməsə yardım, yəni hansısa bir uşağı sevindirə biləcəyiniz yerdir. Da belə bir güzgüsü də var. Burada belə öz Instagramları. Burada takip atmağı unutmayın. Belədir dostlar. Daha belə.
Çox maraqlı yerdir. Tövsiyə eləyərdim gəlməyinizi. Çünki mən gəlmişəm və bəyənirəm. Məncə siz də gəlməlisiniz. Videomuz buraya qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olub like atmağı unutmayın və yorumlarda necə olduğunu, gələcəyinizi və bu videonun da stikeri qırmızı ürəkdir. Onu da atmağı unutmayın.